Salam aleykum. Qaraciyər xəstəliklərində çox gözəl fayda verir ənginar. Salatlarınıza qatıb məsələn yeyə bilərsiniz. İndi göstərəcəm sizə. Və yaxud da ki, bunun yarpaqlarını, bax bunlar var, bax bunlar. Bunlar hamısını çay kimi dəmləyib içə bilərsiniz, amma içərsin demək görün indi bunu mən necə eləyə bilirəm bu yarpaqları. Aslında buna yaxşı bıçaq lazımdır. Bunun yarpaqlarını mən çay kimi dəmləyib içəcəm. Amma içərisini isə indi bir dənə salat düzəldirəm. Çoban salatı deyirlər də bizdə ona. Görürsünüz nə gözəl yarpaqlar çıxır. Bunları indi qurudub qəşəng çay kimi içmək mükəmməl fayda verir qaraciyərə. Bunları belə. Yoxsa bizim bıçaq biraz yaxşı deyil deyə bunun bıçağını eləmirəm. Ola bilsin video biraz çox olsun da. İndi inşallah ki baxın. Baxmaq istəməyənlər də indi yenə də Allah onlara da yardım eləsin. Görürsünüz. Bu bizim qaraciyərimizi yeniləyəcək Allahın izni ilə. Bunun heç çubuğunu da atmaq lazımdır. Hamısını qurudub və yaxud da ki belə elə problem yoxdur. Bax görürsünüz, artıq çıxır. Qaraciyər xəstəliklərində bir nömrədir bax bu. Alaqanqaldı, sonra kasını bitkisidir qaraciyər xəstəliklərində. Elə solma çiçəyin özü də həm öd istehsalını artırır, həm də ki demək qaraciyəri yeniləyir. Qaraciyər yeniləndiyi üçün ödün istehsalı da artır. Bax görürsünüz. Fitoklublarda yarpaqları var, ala bilərsiniz, problem yoxdur. Təzəsini də tapsanız belə lap gözəl olar. Görün nə qədər məsələn üçün çıxdı, baxırsınız. Bunları mən özüm üçün qurudacağım. Amma bu içində olanı isə indi salat düzəldirəm. Salatın içərisində qarışdırıb inşallah nuş eləyəcəyik və mükəmməl fayda görəcəyik. Demək, bunu da buradan kəsək. Buna yaxşı bıçaq lazımdır, prosta buna yaxşı bıçaq lazımdır. Təbii ki, sonra da indi bunu mən kəsib doğrayıb qurudacam onda. Görək necə eləyə bilirik. Biraz bıçağımız yaxşı deyil sadəcə. Bunlar hamısı sərəcəm qurusun. Çalışın təbii nimətlərə üstünlük verin. Təbii nimətlər ancaq. Bizə yalnız təbii nimət lazımdır. Orqanizm bizdən təbii nimət istəyir. Çalışın kimyəvi şeyləri bədənə göndərməyin. Vallahi ki fayda görməz yalnız bax belə. Təbii nimətlərə. Bunun tükləri, çıxan tüklər bizə lazım deyil.
Bunları təmizləyirik. Görürsünüz. Görürsünüz, bizə bu lazımdır. O isə salata qatacağım mən onu. Bilmirəm videoda burada düşürəm yoxsa yox. Bıçaq yaxşı deyil, bıçaq yaxşı bıçaq deyil. Bıçağımız yaxşı bıçaq deyil. Ona görə də bunu bir təhər belə demək salatı ver bura. Salatı görürsünüz, bax salatdır, göyərtilərdir. Turp yox idi, hə? Turp yaxşı deyil, anladım. Bax bunu da qəşəng demək indi. Yumaq lazım deyil onu. Yox, bu tam yumuşdur mən onu. Qəşəng belə doğrayırsınız salatın içinə. Təbii ki, bunu yaxşı qəşəng yeyəndə çiğnirsiniz. İndi bunu rəndədən də kesilə bilər, tyorka deyirlər, rəndədən də kesilə bilərsiniz. Baxın da, yəni, indi mən bir təhər belə doğradım. Canlı üstünlüyü verin qidaları, tərəvəzləri yeməyə, meyvələri yeməyə. Adam var ki, heyvanı qaynadıb yeyir. Heyvanı niyə qaynadıb yeyirsən? Onu sən öldürürsən. Çalışın canlı yemək qidalarını, canlı. İndi demək, biz bunları hamısını qurudacağıq, indi sərəcəyik qurusun. Çay kimi dəmləyib içmək və yaxud da belə də dəmləyə bilərsiniz. İndi bu qədərsini birdən bir də dəmləmək olmur. Bunu ən yaxşısı qurutmaq, istifadə eləmək, qaraciyərimizi Allahın iznilə yeniləmək. Və indi bunu da göstərdim sizə. Bunu da qəşəng salata qarışdırıb indi bismillah hansısa bir qidana bunu biz yeyəcəyik. Allahın izni ilə. Çox sağ olun, minnətdaram. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Bu çubuğu da ki, çubuğu da. Həmçinin elə bunu da. Bu özü bərkdir də bu enginar. Hamısını bunları doğrayıb, bunları xırda eləyib, indi eləyəcəm bu videodan sonra. Çay kimi dəmləmək üçün. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Bax belə çalışın. Sağlam qidalarla sağlam olun Allahın izni ilə. Çox sağ olun, var olun.